Bugün sizlərə 8-li say sistemindən 2-li say sisteminə keçməyin ən asan yolunu öyrədəcəm. Deməli, bizə 116 ədədi verilib 8-li say sistemində 2-li say sisteminə keçməliyik. Bunun üçün 116 ədədini 3 hissəyə ayırırıq. Daha sonra 4-2-1 qaydasını tətbiq edirik. Göründüyü kimi 6 rəqəmi 4-2-nin cəmidir. Ona görə 4-2-nin altına yazırıq 1, 1-in altına yazırıq isə 0. Çünki yalnız 4-dən 2-nin cəmidir. Bir ədədi isə 4-2-1 qaydasına görə yalnız 1 ifadə etdiyinə görə 1-in altına 1, 4-2-nin altına isə 0. Yenə bir ədədi 4-2-1 yazırıq. Bir ədədi ilə 1 ifadə edir. 4-2-nin altına isə 0 yazırıq. Bəzən cavab variantında əvvəldəki sıfırlar götürülmür, yalnız bu formada götürülür. Hər iki cavab da doğrudur.